Salam hörmətli izləyicilər. Bugün bildiyimiz kimi WhatsApp kanalında idimiş isə hissəciklərə aid qeyd paylaşmışdıq və qeyd etmişdik ki, summativə aid bir neçə sual paylaşarıq ki, faydalı olsun. Şamlar səliqə ilə xonçaya düzülmüş cümləsindəki feil ilə bağlı səhvi müəyyənləşdirin. Burada bizə lazımdır yalnız feil. İdi köməkçi sözü ilə işlənmişdir. Düzülmüş, baxın sözün kökü düz, ül leksik, müş zaman şəkilsi, dü idi hissəci demək burada var. Təsdiqdədir, doğrudur. Sonra düzəltmə feildir. Ül şəkilsi var. Məchul növdədir. Şamlar düzülmüşdür. Kim tərəfindən bilinmir, doğrudur. Sifətdə əmələ gəlmişdir. Düz sözü uşaqlar 5 nitq hissəsi olur. Əgər ıl, il, ul, ül şəkilsi qoşulmuşdursa, deməli bu feildir. Bu söz feildir. Çünki biz şəkilçiyə baxırıq, ıl şəkilsi feillərə artırılır. Buna görə yanlış cavab oldu, Y bəndi. Sonra keçək digər suallar. Birində D ünsürünün həm keçmiş zaman şəkilçisi, həm də hissəci kimi qəbul etmək olar. Burada biz keçmiş zaman şəkilçisi kimi qəbul ediriksə, onda başlanğıc formaya artırılmalıdır. Əgər başlanğıc formadırsa, onda maqmək əlavə etmək mümkün olmalıdır. İndi biz bir D şəkilçisini atıb maqmək əlavə edək. Bitərmək olarmı? Olmaz. Qalxarmaq olmaz. Gələrmək olmaz. Uçarmaq olmaz. Demək, qoparmaq. Və burada D şəkilçisi, qoparmaq sözündə D şəkilçisi həm idi kimi düşünülə bilər, həm də keçmiş zaman. Onu artıq biz cümlədə fərqləndiririk. Cavab oldu Y bəndi. Keçək digər suala. Həmin gün məktəbdə şeir müsabiqəsi keçirilirdi cümləsində feilin izahı ilə bağlı səhv fikir. Baxın, keçirilirdi. Keçirilirdi sözü haqqında biz cavablara baxaq. Quruluşçu düzəltmədir. Sözün kökü keç, ir leksik, il leksik. 2 dənə leksik şəkilci var. İrdi. 2 dənə də qrammatik. Təsdiqdədir, doğrudur. Məchul növdə keçmiş zamandadır. Keçirilmək, müsabiqə keçirilmək. Bu da doğrudur, çünki kim tərəfindən bilinmir, məchul növdədir. Amma keçmiş zamandadırmı? Burada ikinci ir şəkilçisi var. Keçirilirdi. Sonuncu ir şəkilçisi indiki zaman şəkilçisidir. Üstə gəldi var orada. O da idi hissəciyidir. Ona görə bu cavab C bəndi yanlış oldu. Xəbər şəklindədir. Bəli, çünki indiki zamandadır. Üçüncü şəxsin təkindədir. Bəli, bu da üçüncü şəxsin təkindədir. Cavab oldu C bəndi. Keçək digər suala. Xəbərlərdən birində keçmiş zaman imiş köməkçi sözü ilə işlənmişdir. Aygün onun işlərinə heyran qalırmış. Burada düzdür, mış var, amma bizə lazım keçmiş zamana artırılsın. Bu indiki zamana artırılıb. Giyinərmiş, miş var, amma bu gələcək zamana artırılıb. Ər. Soruşacaqmış, acaq, əcəkdə hansı zamandır? Gələcək zaman. Deyərmiş, miş imişdir, ər də gələcək zaman. Salıbmış sözünü isə mış oldu, imiş. Salıb, ıb isə keçmiş zaman. Cavab oldu hansı bənd? D bəndi. Digər sual. Atam köhnə evimizi satıb 2 mərtəbə ev tikdirdi cümləsində təsviflənən feil ilə bağlı fikirlərdən biri səhvdir. Təsviflənən feil burada hansıdır? Tikdirdi sözüdür. Tikdirdi sözü haqqında biz qaydalara baxaq. Təsdiqdədir sözün kökü feildir. Bəli, sözün kökü tikməkdir. Təsdiqdədir, bu doğrudur. Sadə feildir, məlum növdən. Bunu saxlayaq. İdi köməkçi söz hissəci ilə işləməyib. Tikdir leksik şəkilçi, di isə birbaşa başlanğıc formaya artırıldığı üçün nə deməkdir? Di burada keçmiş zamandır. Burada idi hissəci işləmir, doğrudur. Sonra xəbər şəklindədir, keçmiş zamandadır, doğrudur. Çünki bayaq qeyd etdik ki, di burada keçmiş zaman şəkilçisidir və üçüncü şəxsin təkindədir. Atam, bəli, bu da doğrudur. Sadə feildir, yanlışdır. Çünki leksik şəkilçisi var. Üstə gəl, məlum növ yox. Atam tikdirdi, atam tikmədi. Bu icbar növdədir. Cavab oldu hansı bənd? B bəndi. Və bu sonuncu sual idi. Biz WhatsApp kanalında paylaşdığımız 5 sualın izahını verdik. Siz də bəyənib paylaşmayı unutmayın. Sağ olun.